Salam əziz dostlar. Bir mahnıda belə bir sətirlər vardı. Nizami ilə Rustaveli qol-qola, biri bizim, biri sizin deyilmi? Bugünkü süjetimizin mahiyyəti bu sözlərlə necə də səsləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Nizami Gəncəvi və Şota Rustaveli mədəniyyət kəsişmələri mövzusunda Azərbaycan-Gürcüstan 1-ci beynəlxalq konfransı keçirilib. Mötəbər elmi tədbir Gəncə şəhər İcra Hakimiyyəti, Gürcüstanın Xarici İşlər Nazirliyi, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi, Gürcüstanın Gəncə şəhərindəki baş konsulluğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən keçirilib. Gəncə şəhərinin tarixində ilk dəfə təşkil olunan bu elmi forumda iki qonşu və dost ölkənin alim və tədqiqatçıları, Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin üzvü Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru Professor İrma Ratyani, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin başçısının muavini Adil Tağıyev və Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze iştirak ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin konfrans salonunun fayesində xalqlarımızın milli dəyərlərinin simvollarına çevrilmiş Nizami Gəncəvinin və Şota Rustavelinin əsərlərinə həsr olunmuş sərgi nümayiş etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya Muzeyinin baş mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Həşimova qonaqlara sərginin eksponatları haqqında geniş məlumat verib. O, həmçinin sərgidə klassiklərimizin əsərlərinə çəkilmiş nümunələri təqdim edərkən, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin təsviri sənətə, elmi düşüncə və fəaliyyətin bir istiqaməti kimi önəm verdiyini və bu sahədə çalışan rəssam və dizaynerləri dəstəklədiyini xüsusi vurğulayıb. Beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin və vətənimizin torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Allah bütün ölənlərə, şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev giriş nitqində qonaqları qədim Gəncə torpağında, Nizami yurdunda salamlayaraq, İki qonşu ölkənin xalqlarının dostluq və qarşılıqlı etibarının əsrlərin sınağından çıxdığını vurğulayıb. Nizami Gəncəvi, Şota Rustaveli yaradıcılığına bağlı artıq bu ikinci konfransdır və biz ümidvarıq ki, belə konfranslar çox keçiriləcək. O, müasir dövrümüzdə ölkələrimizin rəhbərlərinin bu dostluq və həmrəyliyi daha da yüksək səviyyəyə qaldıraraq, beynəlxalq sabitlik və inkişafa daim əhəmiyyətli töhfələr verdiklərini diqqətə çatdırıb. Akademik Fuad Əliyev əlavə edib ki, Azərbaycan və Gürcüstanın elm adamları da ümumi tərəqqiyə öz töhfələrini vermək üçün çalışırlar. Akademik Fuad Əliyev vurğulayıb ki, Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Kavelaşvilinin 2025-ci ilin aprelində Bakıda keçirilən görüşü alimləri də iki xalqın milli mənəvi dəyərlərinin köklərini daha əsaslı tədqiq etməyə sövq edir və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki qardaş xalqın müştərək mədəniyyətə, ədəbiyyata, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir. O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru Professor İrma Ratyani ilə görüşü zamanı Azərbaycan-Gürcüstan elmi əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısının muavini Adil Tağıyev son dövrlər xüsusən də Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti və xalqın həmrəyliyi ilə 44 günlük vətən müharibəsində ərazi bütövlüyümüzün böyük zəfərlə tam bərqərar edilməsindən sonra yaranmış imkanlar sayəsində ölkəmizin
qonşu və dost Gürcüstan ilə həmrəyliyə söykənən istər iqtisadi, istərsə də mədəni-mənəvi sahədə əməkdaşlığının perspektivlərinin daha yüksək səviyyəyə çatdığını qeyd edib və bugünkü mötəbər elmi görüşün də bu cür əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib. Adil Tağıyev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun konferansın iştirakçılarına salamlarını və uğur arzularını çatdırıb. Mən sizlərin hər birini Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamlayıram və konferansın gedişatına uğurlar arzulayıram. Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze çıxışında haqlarımızın dostluq, qardaşlıq və məqsəd yaxınlığına daha bir nümunə olan bu tədbirin təşkili üçün Gəncə şəhər İcra Hakimiyyətinə, onun başçısı Niyazi Bayramova, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyliyə, Ədəbiyyat İnstitutuna, Gəncə bölməsinə, onun sədri Akademik Fuad Əliyevə, eləcə də ölkəsinin əlaqədar universitet və elmi tədqiqat ocaqlarına təşəkkürünü bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Gürcüstan-Azərbaycan dostluğu və əməkdaşlığının təzahürlərindən biri kimi ədəbiyyatlarımızın müştərək intibahı və bu intibahın görkəmli isimlərindən olan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq və fəlsəfi aləminin paralellərinin araşdırılmasının hər iki xalqın elminin və mənəvi dünyasının yüksəlişinə xidmət etdiyini və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin timsalında mədəniyyətlərimizin kəsişməsinə aid iki ölkə alimləri tərəfindən müştərək həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb. O, həmçinin içində yaşadığımız mürəkkəb və ziddiyyətlərlə dolu müasir dünyada xeyrin şər üzərində qələbəsi, sülh və əmin-amanlığın bərqərar olması üçün Nizami və Rustaveli kimi böyük və əbədi yaşar şəxsiyyətlərin ideya və ideallarına böyük ehtiyac duyulduğuna diqqət çəkib. Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru Professor İrma Ratyani çıxış edərək Qafqaz coğrafiyasında ədəbiyyatın yüksəlişinin Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə sıx bağlı olduğunu, bu forumun mövzusuna daxil olan müştərək mədəniyyət kəsişmələri anlayışının açılması üçün layihəni icra edən qurumların, tədqiqatçıların vahid komandada çox səmərəli çalışdıqlarını qeyd edib. İrma Ratyani Şota Rustaveli və onun pələngdərli cəngavəri 1937-ci ildə qeyd edilən yubiley mövzusunda məruzə ilə də çıxış edərək, Rustaveli sözü və fikrinin mənəvi gücünün Sovet rejiminin repressiv baskılarının ən şiddətli məlum dövründə insaniyyətə böyük xidmət göstərdiyini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, Nizami Gəncəvi ənənələrinin Şota Rustaveli yaradıcılığına təsiri məsələləri və problemin tədqiqi tarixi, Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun elmi katibi Miranda Kaşalaşvili, Nizami və Rustaveli məhəbbət konsepsiyasının interkultural paralelləri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli-Muxtar Muxtarov, Şeyx Nizami və onun vətəni Gəncə, Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun Rustaveliologiya mərkəzinin rəhbəri, filologiya elmləri doktoru İvani Amirxanişvili, biz yenə bərabərik, Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin şöbə müdiri Təranə Verdiyeva, Azərbaycan və Gürcüstan ədəbi əlaqələri, Gəncə bölməsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı, Nizami və Rustaveli irsindən 1918-ci il istiqlalına Azərbaycan və Gürcüstanın tarixi və ədəbi körpüləri mövzularında çıxış ediblər. Konferansda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, aparıcı rəssam dizayner Minayə Dəyanət Feyzullayeva da
ədəbiyyat və sənət məsələləri haqqında mülahizələrini söyləyiblər. Çıxışlar ətrafında müzakirələr, eləcə də iki qonşu və dost ölkənin alimlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb. Ben isterdim ki, hörmətli İsa müəllimin adına, Şotar Ustaveli adına Ədəbiyyat İnstitutuna Gəncənin bir hədiyyəsini təqdim edək. Azərbaycan Milli Elmlər Akademiyası və onun Gəncə bölməsi tərəfindən gürcü qonaqlara akademiyanın 80 illiyi və Nizami Gəncəvi motivləri əks olunmuş suvenir xalçalar və elmi kitablar hədiyyə olunub. Мы уже несколько лет занимаемся вместе с азербайджанскими коллегами. Azərbaycan və Gürcüstan xalqlarının mənafeyinə xidmət edən və ədəbiyyat institutlarımızın birgə fəaliyyətləri ilə davam edən layihə birinci mərhələni başa vurmuş və bunun nəticəsi kimi Nizami və Rustaveli yaradıcılığına aid elmi monoqrafiya işıq üzü görmüşdür. İkinci mərhələ isə multidisiplinar xarakter daşıyır, yəni yalnız ədəbiyyat sahəsində deyil, bu böyük şairlərin yaradıcılığına aid mövzular üzrə sənətşünaslıq, rəssamlıq, musiqi və digər sahələrdə yaradıcılıq işləri və tədqiqatlar aparılır. Вот как оно рефлексирует на тексты Низами и Руставели. Konfransın iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət ediblər. Burada onun ata və anasının yaxınlıqdakı qəbirləri də ziyarət olunub. Bu əməkdaşlığın nəticəsi olaraq Nizami Gəncəvi və Şotar Rustaveli adlı böyük tədqiqat işi artıq uğurla başa çatmışdır və həmin əsər həm Gürcü dilində Gürcüstanda, İngilis dilində isə İngiltərədə çap olunmuşdur. Düşünürəm ki, öz yaradıcılığında humanist dəyərləri təbliğ edən hər iki şəxsiyyətin haqqında olan bu əsərin beynəlxalq aləmə təqdimatı xalqlarımızın sahib olduğu milli mənəvi dəyərləri tanıtmaq baxımından çox böyük əhəmiyyət kəsb edir. Biz bütün bunları nəzərə alaraq layihənin davamını, onun sərhədlərini genişləndirməyə qərarı aldıq. Artıq təkcə Nizami Gəncəvi və Şotar Rustaveli ədəbiyyatda deyil, həm də incəsənətdə, rəssamlıqda, mimarlıqda, teatr və kinoda, musiqidə onların bədii obrazları haqqında tədqiqatlar yazılmağa başlayıb və eyni zamanda hər iki şairin həm özlərinin, həm də əsərlərinin motivləri əsasında rəsm əsərləri ortaya çıxmışdı ki, artıq onlardan bugün biz sərgilər də təşkil edə bilirik. Düşünürəm ki, bu layihələr həm Azərbaycan Gürcü ədəbi əlaqələrinin inkişafında, həm ədəbi klassiklərin təbliği istiqamətində görülmüş çox böyük işlərdir. Biz bilirik ki, bugün dünyanın çox yerində müharibələr, xoşa gəlməz hadisələr, ixtişaşlar baş verir. Amma biz bu iki dahi şəxsiyyətin simasında sülhə, mədəniyyətə hə deyirik, müharibələrə yox deyirik. Qonaqlar Nizami Gəncəvi muzeyində də olublar. İştirakçılar həmçinin görkəmli Gürcü şairi Nikolos Barataşvilinin Gəncə şəhərində yaşamış olduğu məkandakı barelyefini ziyarət ediblər. Грузинский романтик, вообще величайший романтик, мирового уровня романтик, на уровне Байрона. Народный поэт, народный. В жизни неоцененный, потому что
ჩვენთან არიან სტუმრად ქართველი მეცნიერები თბილისიდან და Biz burada qonaq olsaq da özümüzü evdəki kimi hiss edirik. Xalqlarımızın dostluğu və qardaşlığı, əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər açır. Bu layihənin də genişlənəcəyinə, tədbirlərin Bakı, Tbilisi, Gəncə, Kutaisi və digər şəhərlərdə birgə konfranslar, mədəni tədbirlər, ziyalıların görüşləri və başqa rəngarəng formalarda keçiriləcəyinə ümid edirik. მასპინძლებისთვის ქართული დელეგაციის სახელით და გისურვებთ წარმატებებს. მადლობთ. Bununla da almanaxımızın növbəti buraxılışı sona yetdi. Gələn görüşlərimizədək.